Hamıya salam. Yuxarı sağ küncə baxanlar artıq fikir verdilərsə, saat 3-dür. Mən bu vaxtı dərs hazırlayıram sizin üçün. Bu vaxta qədər özüm də öz dərslərimi oxumuşam, o yüzdən də biraz vaxt olmayıb, həm də bu aralar vaxtım çox azdır. Belə qərara gəldim ki, xırda bir məlumatlar da verim. İlk öncə brauzerlər haqqında məlumat verəcəm. Input, daha sonra input nədir, input taglar nədir? Link haqqında məlumat verəcəm, hansı ki, üzərinə klik eləyirsiniz, hansısa sayta keçirsiniz və yaxud da hansısa səhifəyə açılır və pozisiya xırda məlumat verəcəm. İlk öncə başlayaq, yəni sayt haqqında, daha doğrusu browser. Əvvəl nəzərinizə çatdırım ki, pinterest.com saytı var, hansı ki, bu saytdan siz çoxlu gözəl dizaynlar öyrənə bilərsiniz saytlar üçün və yaxud da rənglər seçimində baxıb oradan nəsə öyrənə bilərsiniz. Və keçək browserlər haqqında qısa bir məlumat. Browserlərin hamısı eyni deyil. Yəni siz bunu hər halda özünüz də müşahidə eləmisiniz. İndi inanmıram ki, kimsə Internet Explorer istifadə eləsin. Yox, inanıram. Nəyə görə inanıram daha doğrusu? Niyə fikrimdən döndüm? Birdən yadıma düşdü ki, işlədiyim işdə hansı ki bizdə işdə proqramlaşdırılır, tanınmış çox məşhur bir şirkət üçün proqram təminatı hazırlanır bizim işdə və hərdən bizə zənglər olur ki, məsələn, saytın bu yerində bu işləmir və nəzərə alırıq ki, yəni baxırıq sonra ki, bunlar Internet Explorer-dən istifadə edir və məcbur oluruq ki, Internet Explorer-ə uyğun da yazdıqlarımızı uyğunlaşdıraq. Məsələn, bu yaxınlarda bir dostum mənə yazdı ki, Məhəmməd, bəs HTML təqlərindən input yazıbdı, input type'larının məsələn, type number type'dır və o göstərmir, məsələn. Dedim, hansı browserdən istifadə edirsən, dedi, bəs Edge, Windows'da olan Edge. Dedim, o zaman sən keç Chrome'dan istifadə elə, o zaman görəcəksən. Elə də oldu. Məsləhətim odur ki, ya Chrome'dan istifadə eləyəsiniz, ya Safari'dən, ya da ki Firefox'dan. Qalan browserlər biraz ləngdir, ya da nə bilim, azdır. Yəni gücü azdır və yaxud da update olunmaları gec olur. Yəni məsləhətli olanlar bu 3 dənədir. Mən ən çox Chrome'dan istifadə edirəm, Mac-da olanda daha çox istifadə edirəm. Windows-da olanda əgər Windows kompüter güclüdürsə, o zaman Windows-da da Chrome'dan istifadə edirəm. İndi isə keçək belə deyim, indeksdə, daha doğrusu biraz gec olduğuna görə fikrimi cəmləşdirə bilmirəm. Bəli, indi isə keçək inputlara. Input nədir və bu barədə inputun hansı növləri var falan. Əgər baxsanız görərsiniz ki, mən sadəcə olaraq klass yaratmışam. Q1 klassı keçən dəfədən. Body'dir, yəni heç bir dəyişiklik yoxdur. Title vermişəm və style olaraq qalır. Style'da sadəcə olaraq body'yə background vermişəm. İndi isə həmin yaratdığım divə style verəcəm. Q1 divinə. İlk öncə width veririk. Məsələn, bunun gəlin uzunluğunu 900 piksel edək. Height verək biz buna. Məsələn, 600 piksel. Daha sonra margin top verək. Məsələn, 100 piksel. Margin left, margin right verək. Auto. Keçən dəfə də izah eləmişdim. Margin left, margin right auto verəndə tam ortaya oturur bizim div. Və təbii ki, background color veririk biz buna. Background color da white. Fikir versəniz, məsələn,
bu divin qıraqlarında heç nə yoxdur. Biz buna kant da verə bilərik. Bunun üçün sadəcə olaraq border 2 nöqtə qoyub solid yazırıq. 1 piksel və rəng veririk. Məsələn, red və yaxud da mən xoşlayıram, məsələn, orange. Okay. Və görəcəksiniz ki, bu rəng gəlir burada. Və indi isə biz bu divin daxilində input yaradırıq. Input nədir? İndi başa salacağım. Input fərqli növlərdə olur. Inputda ilk öncə type veririk. Məsələn, inputun ilk öncə type var ki, textdir. Bu, məsələn, mən hal-hazırda kiməsə maraqlı ola bilər. Məsələn, soruşa bilər ki, bu nədir? Səndə necə olur ki, Chrome-da belə bir şey olur? Bu proqramdır. Google Chrome-un özünün store-undan, Google Chrome Store-dan məsələn yüklədiyim Momentum proqramıdır. Həmin proqramda bura nəsə yazıb, siz bugün edəcəyiniz işlər haqqında qeyd apara bilərsiniz. Daha sonra həmin işi gördünüzsə, sadəcə olaraq bura klik edib həmin işi gördüm deyə nəzərə alırsınız. Və yaxud da ki, burada belə deyim, İngiliscə məlumat, gözəl sözlər yazılır. Hər günün özünün xüsusi sözləri olur ki, motivasiya olunasınız. Gördüyünüz bunun özü də inputdur. Bunu yoxlamaq üçün sadəcə olaraq sağ knopkanı mouse'un sağ knopkasını klik edib baxa bilərsiniz. Input type text yazılıb. Type text olduqda biz bunun daxilində istədiyimiz şeyi yaza bilərik. Məsələn, öncə bunu yaddaşa verim. Görsəniz biraz qəlizdir bunu görmək, amma belə olanda görünür. Siz bunun daxilində istədiyiniz şeyi yaza bilərsiniz. Enter-i vursanız artıq heç nə olmur. Yəni fikir versəniz heç nə olmadı. Yəni buna da təbii ki, class verə bilərik. Gəlin bunun classını adlandıraq input text. Və burada input text tagını açırıq. Gəlin buna width verək. Deyək ki, 200 piksel. Yadınızda olsun ki, buna height verməyin heç bir mənası yoxdur. Bəzi hallarda var. Amma əksər hallarda kimsə buna məsələn 100 piksel height verə, belə eybəcər bir şey alındıracaq. Yəni məsləhət deyil. Baxın da, yəni özünüz seçəcəksiniz, gələcəkdə necə dizayn edəcəksiniz, o barədə özünüz seçəcəksiniz. Mənsə height vermirəm, sadəcə olaraq width verirəm və xoşlamıram ki, bunun qırağında belə göy olsun. Onu yox eləmək üçün outline verirəm. Outline non, yəni olmasın və görürsünüz ki, outline yoxdur. Gəlin buna margin left, margin right verək. Yəni aşağıdan olsun, widthdən sonraki səliqəli görünsün. Margin left auto, margin right auto və height'ını verək 25 piksel. Özünün height ilə 25 piksel olduğuna görə. Bir dəqiqə. Nəyə görə belə oldu? Aha. Məsələ orasındadır ki, biz buna margin left, margin right bunun daxilində versək, işləməyəcək. Bu problemlə artıq ikinci dəfədə qarşılaşıram. Belə olduqda siz sadəcə olaraq Q1 divini, hansı ki bu divdir, həmin divə margin left, margin right daha doğrusu text alligin, yəni bunun daxilində olanlar center
Yəni tam ortada olsun. Və yuxarıdan biz sadəcə olaraq margin top veririk. Auto. Ya da auto olmasın. 100 piksel olsun. Və görəcəksiniz ki, tam ortadadır. Eğer baxsanız Pinterest saytında da görəcəksiniz ki, burada məsələn Zoxan yazılıb. Bunun daxilində bu necə olur? Bura yazanda da yoxa çıxır. Bunu eləmək çox sadədir. Keçirik indeks yerinə. Bura placeholder yazırıq. Placeholder yəni arxada olacaq və bu yazı yazanda itəcək. Məsələn yazaq ad. Və yaddaşa veririk. Ad buradan çıxdı. Ola bilsin ki, bu ad sözü tam ortadan olmağını istəyirsiniz və yazının da tam ortadan olmağını. Yenə də text origin veririk. Center və yazda ortadadır. Və yazan kimi də həmin placeholder yoxa çıxır. Başqa bir şey placeholder, daha doğrusu padding verməkdir. Padding left versək, padding haqqında qısa məlumat vermişdim mən keçən dərsdə. Padding left versək, soldan həmin yazı biraz aralı olacaq. 10 piksel məsələn. Amma uzunluğu, yəni eni daha doğrusu artır. Yəni 10 piksel artır. İndi 200 yox, nəzər alsaq 210 pikseldir bu. Yəni bəlkə də belə görünmür. Artıq 210 da yox, 215 piksel olub. Yəni 5 piksel onun qıraqları ilə bir yerdə. Amma özü 210 pikseldir hal-hazırda. Onda 10 pikseli çıxırıq, sadəcə 190 piksel yazırıq və həminki 200 pikselini alır. Daha sonra başqa text typelardan biri də number type'ıdır. Number type'ının daxilində siz yazı yaza bilməzsiniz. Məsələn, indi hal-hazırda mən QV falan yazıram, yazılmır. Lakin E yazsanız yazılacaq. Bu da riyazi anlayışdan gəlir məncə. Ona görə də E-nin yazılmağına icazə verilir. Burada qıraqda, xırda yuxarı aşağı var. Onun vasitəsilə də artırıb azalda bilərsiniz rəqəmi. Başqa bir type email type'ıdır. Email type'ının mən burada göstərsəm də yəni anlaşılan olmayacaq. Lakin nəzərinizdə olsun ki, email type'ında gələcəkdə form deyilən bir şey var. Bu formu hələ ki PHP başlamamışıq. PHP başlayanda izah edəcəm. Ət işarəsi və ondan sonra yazı qoyulmasa və nöqtə falan yazılmasa o zaman problem yaradır. Yəni yazır ki, düzgün email yazmamısınız. Başqa bir type, məsələn, radio var. Radio nədir? İndi özünüz görəcəksiniz və nəzərinizdə olsun ki, placeholder da vermişik. Səhv etdim. Refresh və radio type əmələ gəldi. Radio type bəzi hallarda olur ki, məsələn, cinsi seçməkdə istifadə olunur. Məsələn, yazılıb qadın cinsi, kişi cinsi, hər ikisinə quş qoyulmur, yalnız birinə. Məsələn, o zaman radio type-dan istifadə edirlər, yalnız birinə icazə verir və yaxud da ki, belə deyim, indi məsələn 2 və yaxud da 3 dənə olsa seçimlərdə. O zaman biz burada checkbox-dan istifadə edəcəyik. Checkbox vasitəsilə bu qoyduğumuz bu quşu yox eləyə bilir. Radioda isə bu mümkün deyil. Yəni nəzərinizdə bu olsun. Və yazdığımız placeholder add. Nəyə görə bu yoxdur? Bu ona görə yoxdur ki, checkbox, radio bunları qəbul etmir. Bəs necə eləyə bilərik? Bunun üçün label var. Onu gələn dərslərdə izah eləyəcəm. Çünki hələ ki uyğun deyil. Başqa bir type date type'dır. Date time və yaxud da əgər siz bura date time yazsanız
O zaman aha, date time yazsanız o zaman burada tarih falan yazılacak. Yani ona da Numba'da yadımdan çıktı. Minimum maksimum deyilen bir şey var. Minimum yani e, Numba'da ilk önce göstereyim daha aydın görünsün. Min yani en azı 0, en çoxu məsələn deyək ki 20 10 piksel. Bağladım. Yaman nəsə tələsirəm. 10. Yəni 1-dən 10-a kimi icazə verəcək. 0 daxil və 10 daxil. Daha başqa input type hal-hazırda aklıma gəlmir. Aha, input deyil, lakin məsələn Facebook'da görmüsünüz. Hansısa bir statusu paylaşmaq istədiyiniz zaman böyük bir tekst yazmağa yerdir. Onu necə eləyirlər? Sadəcə olaraq bundan istifadə eləmirik. Gəlin, lakin bunun daxilindəki placeholder falan. Aha, ələ keçməmişdən öncə daha bir şey göstərim. Siz bunun daxilində tekst, məsələn, nə yazsanız bu value'dur. Yəni bunun daxilindəki value sayılır. Siz buna value da verə bilərsiniz. Məsələn, default value-da məsələn olur kimsə yazmaq istəyir value sadəcə olaraq boş qalmasın deyə. Yəni placeholder varsa o demək deyil ki, bu boş deyil. Placeholder varsa bu boşdur artıq. Yəni amma onun daxilinə value yazsaq, məsələn, test görəcəksiniz ki, test buradadır. Yəni siz bunu redaktə edə bilərsiniz, silə bilərsiniz. Belə olduqda siz həmin text fildi yaddaşa boş göndərmirsiniz. Yəni ən azından test yazılır. Üzr istəyirəm. Və başqa bir aha, Facebook'da kimi deyirdim. Facebook'da olan nədir? Text area. Text area areanın yəni type falan olmur. Sadəcə olaraq biz buna class verə bilərik məsələn. Placeholder verə bilərik biz buna. Deyək ki status. Və biz buna artıq value verə bilmərik. Mümkün deyil. Yəni yazsanız da düzgün deyil. Siz əgər buna value vermək istəsəniz, sadəcə olaraq bu text area tagini, əgər fikir verdinizsə bunu açıb bağlamaq var, bağlanmalıdır. Sadəcə olaraq belə edib və onun daxilində yaza bilərsiniz və belə olanda da həmin o text filin daxilində, text areanın daxilində həmin yazı gəlir. Aha, buna bir dizayn verək. Baxın, görəcəksiniz ki, üzr istəyirəm, boş olsun deyə nə belə olsun. Görəcəksiniz ki, bunun uzunluğunu falan artırmaq olur buradan. Yəni Facebook'da belə deyil. Necə olub onlar eləyiblər. Onlar sadəcə olaraq buna ilk öncə width, yəni uzunluq, height burada vermək mümkündür. Məsələn, deyək ki, 200 piksel. Yəni bunu artıraq 200 olsun. Əgər fikir verdinizsə, yəni artıq öz ölçülərini aldı və sonda buna və yaxud da əvvəldə fərq eləmir. Resize non verilir. Yəni resize olunmasın. Yəni bunu artırmaq, azaltmaq mümkün olmasın və belə olur. Bunun vasitəsilə də siz Facebook'dakı status yeri əlavə edirsiniz. Siz indi burada enter vursanız əmələ gələn aralar olur. Və keçək linklərə. Linklərdən məsələn nə üçün istifadə olunur? Deyək ki, Facebook'da əsas səhifə və yaxud da mesajlar bölməsi və yaxud da
settings yeri, bunlara keçid üçün linkdən istifadə olunur. Məsələn, Pinterest-in özündə də var bunlar. Çox istifadə olunur. Yəni bunun özü də məsələn lupa işarəsi gəlsə də, əgər aşağı sol küncə fikir versəniz, görəcəksiniz ki, link var orada, hansı ki, həmin linklə səhifə açılır. Burada məsələn loqonun özündə, yəni səhifənin özünə keçsin deyə. Biz də elə bir şeydən istifadə edirik. Məsələn, yəni bunsuz deyərdim ki, çox vaxt saytlar qurulmur, daha geniş istifadə olunur, çox lazımlı bir şeydir. Gəlin biz də yaradaq. Necə yaradılır? Sadəcə olaraq A hərfi yazılır. Ref, yəni burada məsələn index.html yazılıb. Gələcəkdə mən bunu geniş izah edəcəm. Hələ ki sadəcə olaraq nəzərinizdə olsun ki, refin daxilində hansısa bir fayl göstərilə bilər ki, bu fayla yönəlsin və yaxud da hansısa bir sayt göstərilə bilər. Məsələn, google.de və A bağlanmalıdır. Nəzərinizdə olsun. Əgər manual olsa, heç nə görünmür. Yəni biz buna placeholder vermirik, value da verə bilmərik. Sadəcə olaraq bunun daxilində link, məsələn, Google yazırıq və əmələ gəldi. Link Google göstərmir. Nəyə görəsini də izah edeyim. Google saytına girəndə fikir versinizsə HTTPS yazılır. Biz də bundan istifadə eləsək, o zaman görəcəyik ki, sayt açılır. Yəni tam olaraq düzgün. Daha doğrusu açılmalıdır. Bəli. Fikir verdinizsə, həmin o indeks olan yerdə açılır. Ola bilər ki, istəmədiniz başqa əlavə məsələn tabda açılsın falan. O zaman istifadə edirik. Hal-hazırda blank onun adı hal-hazırda yadımdan çıxıb. O barədə gələn dərsdə məlumat verərəm. Hal-hazırda gecədir, yəni nəzərə alın ki, yadımda qalmayıb. Link belə qurulur. Linkə bit height verilə bilir. Həmişəki kimi, yəni heç bir problem yoxdur. Gəlin ilk öncə bu linkə class verib, ona sonra dizayn verək və daha sonra artıq yavaş-yavaş yekunlaşdıraq. Link və biz bu linkə bit veririk. Height, gəlin height verək. 30 piksel. Background verək. Background color red və baxaq. 290 piksel, bəs nə oldu? Niyə belə balacadır? Səbəb odur ki, linklər adətən öz mövqelərini tapmaq üçün float leftdən və yaxud da ki, hansısa bir yerdə tuzdurub ona məsələn float left və yaxud da float right verib və yaxud da position verilir. Gəldik position-a. Position verməklə biz bunu məsələn margin right və yaxud da margin top verə bilərik. İndi məsələn margin top 100 piksel yazsam bunun mənası olmayacaq. Yenə də orada gəlməyəcək. Yəni 100 piksel aşağı düşməyəcək. Ona görə nə edirik? Buna position veririk. Position və absolute, fixed, inherit, relative və static kimi positionlar var. Inherit yəni normal kimidir. Heç bir problem yoxdur. Mən bugün absolute və fixed haqqında məlumat verəcəm. Relative, static gələn dərslərdə izah olunacaq. Absolute nədir? Absolute odur ki, sadəcə olaraq bunun yeri artıq konkretləşir. Yəni bu mövqedə olacaq. Fixed isə məsələn ola bilər ki, sayt
uzun olsun. Deyək ki, Pinterest kimi. Bu uzun olduqda fikir verin, bu yuxarı menyu və yaxud da yuxarı bar aşağı gəlir. Aşağı getdikcə fikir verirsinizsə, yəni bu eyni zamanda aşağı düşür. Bu fixed menü sayılır. Yəni fixed bar və yaxud da fixed position. Yəni burada biz linkə position fixed versək, ekran nə qədər böyük olsa, həmin link aşağı düşəcək. Gəlin göstərim mən sizə onu. Position fixed yazım və body height verim ki, biraz 2000 piksel. Okay. Uzun olsun ki biz fikir verinizsə link eyni zamanda düşür. Boyu falan filan hər şey artıb. Bu tam ortadadır. Sadəcə olaraq istədiyimiz kimi ortada deyil, yəni yalnız. Margin left verib onu sonra sola çəkmək mümkündür. Margin left və yaxud da margin right versək, biz bunu minus, yəni əvvəlinə mənfi atıb sola, margin left məsələn mənfi 100 olsa, o zaman gəlin buna absolut verək. İzah edim onu mən necə eləyirəm. Məsələn, çox vaxt bundan istifadə edirəm. Margin left verib 100 piksel versək, bu biraz sağa gedəcək. Lakin minus 100 piksel versək, yəni tam ortadan 100 piksel sağa keçir. Belə. Məncə əsas məlumatları nəzərinizə çatdırdım. Aha, daha bir məlumat. Bu link deyə bilərsiniz ki, bunun rəngini falan, məsələn, rəngi həmişə kimi color vasitəsilə verilir. Sadəcə olaraq white. Aha, bunun altındakı bu xətt nədir? Gəlin xətti də yox eləyək. Xətti yox eləmək üçün sadəcə olaraq text decoration yazırıq. Non veririk. Yəni heç bir dekorasiya olunmasın. Və belə. Bugünkü dərsimiz bundan ibarət idi. Biraz səsim yorğun görünə bilər və yaxud da hansısa bir qüsur falan. Sadəcə olaraq dərsə fikir verin. Gəlin sizə, yəni video baxanlar sizə bir əlavə dərs kimi, yəni tapşırıq verim. Çalışın belə bir şey yaradasınız. Yəni əgər mümkündürsə, yəni burada bunu nəzərə almadan, burada şəkildir. Bunu nəzərə almayın. Sadəcə olaraq belə bir şey. Xətti də, yəni salmaya bilərsiniz. Sadəcə olaraq send name, email, amount. Aha. Ən vacib məsələlərdən biri. Bu link deyil. Bu 3 dənə linkdir. Bu isə link deyil. Bu input type'dir. Input type button. Yəni onu da izah edeyim, yekunlaşdırım. Input type belə deyək. Type button class input button yazaq. Buna placeholder yəni yazmırıq. Placeholder bunun üçün nəzərdə tutulmayıb. Value var bunun üçün. Yəni value dediyim kimi var. Buna sadəcə olaraq məsələn göndər və yaxud da yazaq və buna width 100 piksel, height verə bilərik. Məsələn 30 piksel, background color aquamarine və görəcəksiniz ki, göndər artıq buradadır. Deyə bilərsiniz ki, axı bu niyə belə pis görünür? Yəni qıraqları falan çıxıntılıdır falan. Gəlin əvvəl margin top verim, sonra görəcəksiniz ki, nəyə izah demək istəyirəm. Aha, bunun qıraqları nə üçün belədir? Bu Mac-larda daha çox olur. Çünki Mac-lar çalışırlar hündürlüyünü falan dəyişməyəndə yumru eləməyə. Onu dəyişmək üçün sadəcə olaraq border veririk.
solid 1 piksel məsələn və artıq görürsünüz ki, normal hal alır. Rəngini aquamarine də eləyə bilərsiniz. Aquamarine ki rəng olmasın və belə color da verib rəngini yazının dəyişə bilərik. Məsələn white. Belə. Çalışın bunu qurasınız. Yenə də qeyd etdiyim kimi buradakı şəkilsiz falan, burada şəkil var idi. Mən şəkili silmişəm kompüterdən, o yüzden də göstərmir. Sadəcə olaraq bunu qurmağa çalışın. Yəni kimsə xətti qoymağı bacarmasa, internetdən də axtara bilərsiniz və yaxud da qoymaya da bilərsiniz. Yəni problem yoxdur. Əsas odur ki, kimsə deyə bilər ki, axı bu kontakt vizası yazısı necə eləyək? O barədə gələn dərslərdə məlumat verəcəm, lakin ilk öncədən özünüzün axtarmağınız sizin özünüzə xeyirdir. Çalışın bunu qurasınız. Qurduqdan sonra məlumat verin. Yəni qura bildiniz, qura bilmədiniz deyə. Çalışın ki, biraz səliqəli yazasınız yazıları. Kimsə öz yazdığını göstərmək istəsə, Pastebin saytı var. Pastebin saytı var. Hansı ki pastebin.com. Həmin sayta girib sadəcə olaraq məsələn, amma yadınızda olsun ki, style'ı da yəni əvvəl öyrətdiyim kimi belə tərzdə yox, sadəcə olaraq style'ını bunun daxilində yazsın. Sadəcə olaraq belə style və burada əgər əlavə başqa fayldadırsa, həmin style'ı kopyalayıb onun daxilinə atsın ki, mən görə bilim. Bura yazırsınız. Syntax highlight. Burada hər dil proqramlaşdırma dili var. Sadəcə olaraq HTML yazırıq. Hələlik HTML 5-siz falan, sadəcə olaraq HTML və neve buna dəyişiklik eləmirik. Public olsun və ad verib ondan sonra create paste yaradırsınız və həmin create paste'in yarandığı linki mənə göndərirsiniz. Mən həmin o yazdığınıza baxacağam. Yəni videonun altında şərh yaza bilərsiniz. Məsələn, bu adam burada yazıbdı. Bu nə dilidir heç bilmirəm. Hansısa bir tekstdir. Həmin bu teksti məsələn buradan kopyalayıb videonun, yəni YouTube'da hazırdakı baxdığınız videonun şərh bölməsinə yaza bilərsiniz. Hələlik gələn dərslərə qədər.